Bəy, bir də xoş gördük. Bu Xoş məsələ çox ciddi məsələdir. Siz zaman-zaman danışmısınız öz söhbətlərinizdə bu AMON-la bağlı fikir demisiniz, amma istəyirəm ki, bu məsələni bir detalları ilə analiz edək, xalqa həqiqəti çatdıraq. Siz o vaxtı AMON-la bağlı Şahmurad bəy dünən dedi ki, Nizami dedi ki, əmr verilib, siz də iştirak eləmişsiniz əməliyyatlarda. Amma bundan öncə bir məsələyə istəyirəm marına gətirəsiniz. Nizami də bunu dedi, o vaxt mətbuat da bunu yazırdı, bunu hamı bilir ki, sərhəddən strateji məhsullar kontrabanda yolu ilə vergiyə cəlb olunmadan talan edilib daşınırdı. Siz də həmin o regionda rəhbər olmuşsunuz, deyəsən o keçid məntəqələrinə baxan adam olmuşsunuz. Bu barədə məlumatınız olub-olub, mən görübsünüz. Yəni, aydınlıq gətirmək üçün 94-cü ildə yanvarın ortaları idi Qurban bəy. Heydər Əliyev zəng etdi ki, Rovşan Cavadov gəlir, görüş olacaq. Gürcüstandan Təhlükəsizlik Nazirin birinci mavini Avto Yuselyani gələcək, görüş olacaq, sən də orada iştirak et. Avto Yuselyani gəldi, yəni əvvəldən mən tanış idim, çox yaxşı da Azərbaycanı sevən biri idi və vaxtı ilə Abxaziyada KKB-nin rəisi idi. Gəldi, orada ətraflı görüşdə söhbət etdik. Bəzi məsələlərdə o mətbuatlı deyil. Və Heydər Əliyev dedi ki, o görüşdən sonra ikiniz də gələrsiniz Bakıya. Mənlə Rovşan getdi, Bakıda bu məsələləri məruzə etdik, bildirdik. Sonra Rovşanı buraxdı, mən qaldım. O da bilirdi də, yəni o vaxtı artıq 93-cü ildən Şvarnadzenin hakimiyyətindən orada bəzi məsələlər, sonra regional upravleniya zad, o bilirdi də bizim o əlaqələrimizi zadı. Dedi, bunu hamısını tapşırıram sənə. Yəni mənə. Bu ölkədən kənar. Bu yanvarın ortaları belə sonu olardı. Və dedi, sən öz yerinə kimi məsləhət görərsən? Mən dedim, orada məndən əvvəllər Dadaş Rzayev olub o istiqamətdə. Dadaş Rzayev. Dedi, yaxşı. Mən demək olar ki, 94-ün fevral ayından aprelə qədər ölkə kənarı olmuşam. Orada bəzi məsələlər, amma ayda 2-3 dəfə gəlib ona məruzə verirdim. Məruzə edirdim o bəzi məsələlərlə bağlı. Amma Dadaş Rzayevi yox, Əbiyevi təyin etdi. Nəyə görə? Əbiyevi o Naxçıvandan tanıyırdı, Naxçıvanda vaxtı ilə xidmət etmişdi. Və o vaxtları, bax, fevral ayından bax, bu marta qədər bu hadisələr başlayanda orada Əbiyev olubdu. O ki, qaldı o strateji malları Qurban bəy. O vaxtları pambıq Sevilin idi, Sevil Əliyevə. Neftə baxırdı, İlham Əliyev. Ayrı-ayrı vasitəsilə, sonra isə Ateşkəsdən sonra Rusiyadan da vagonlar gəlirdi. Onlar elə Azərbaycandan da, onlar Gürcüstana eləyirdilər, yəni Gürcüstana satırlar. Gürcüstandan da eləyirdilər təzədən Ermənistana. Başa düşürsünüz də, orada belə şeylər. Hər bir vagonun nömrəsinə qədər, hər bir vagonun, üzr istəyirəm, ola bilsin litrasına qədər o məlumatları da hamısını biz çatdırırdıq. Və hər şeydən bizim məlumatlarımız var. Aprel ayında da o çağırdı. Artıq daha aktiv o əməliyyatlar dayandı. Bəzi təkliflər oldu. Sözün düzü, mən yəni geri artıq. Mən o təklifləri qəbul etmədim. Hacı Rəhim Məmmədovun üzərində dayandıq. Mən isə dedi ki, mən dedim, onda mən gedim topçuyam, artilleriya. Əbiyev hələ qalırdı. Artilleriyada zam komanduşu artilleriya idi. Və Əbiyev 95-ci ildə fevralın sonunda nazir təyin olunanda məni yenidən həmən o istiqamətə nazir mavini təyin etdilər. Bu martın, elə fevralın sonları idi. Amma mən Bakıda idim, nəyə görə məni təqdim etməli idilər. Ayın 13-də evdə idim Bakıda. Ayın 13-də səhər Nəcməddin Sadıqov zəng etdi ki, təcili şəkildə gəl, nazirliyə. Mən nazirliyə gələndə gördüm Əbiyev oturub, telefonla nəsə danışır.
Mən daxil olanda barmağınla şəkili göstərdi, yəni Heydər Əliyev. Heydər Əliyevdir. Məni eləyəndə Heydər Əliyevə dedi, o gəldi, buradadır deyir. Trubkanı verdim. Trubkanı verdi, Heydər Əliyev dedi ki, gedirsən təcili ora, helikopterlə, orada deyir, baş veribdi, binalar zəbt olunubdu, təcili gedirsən. Dedim, narahat olmayın, orada heç baş verə bilməz. Sözüncü, mən heç məlumatım zadım da yox idi, nələr baş verir, nədir. Dedi, 5-ci Plaşa meydançada, o vertolyot meydançasında, elə ora çatanda mənə dedilər ki, gözdə Fethullah Hüseynov, bir də Zahid Dünyamaliyev, Allah rəhmət etsin hər ikisinə, onlar da gəlir. Onlar gəldi, elə biz minmək istəyirdik vertolyota da artıq onlardan mən bildim ki, AMON orada Elçin nəsə edibdi, binaları zəbt edibdi. Bir də dedilər ki, dayanın, Rovşan da gəlir. Sözümüzü mən belə təəccübləndim ki, yaxşı, əgər həqiqətən nəsə varsa belə ciddi, Rovşan Bakıda nə edir və elə Bakıda onu zərərləşdirmək olar. Maşın gələndə elə Nizami bəy idi, bir də Rovşan idi. Yəni, deyəsən ikiniz idiniz da, elə 3 nəfər idi, şofer idi. Mühafizəçilərimin də özümlə götürmüşdüm, Rövşənə görə 4 nəfər mühafizəçi də götürmüşdüm. Yəni, indi helikopterə, elə helikopterlə Tovuz'a qədər, uçana qədər elə gözləyirdim ki, bax, bu dəqiqə vuracaqlar. Nəyə görə, ona görə hamımıza biri bir söz deyə bilmirdi. Elə Tovuz'da enən kimi artıq helikopterlə görünürdü. Bax, yol boyu Tovuz'dan tutmuş Şəmkirə quyruğu toplar, tanklar, o qədər qoşunlar yadındadır da orada. Elə mən... Hamısı görə getdiydi, vertolyotla keçəndə. Helikopterlə enən kimi mənə icra hakimiyyətindən gəldilər ki, gözləyirdilər. Təcili şəkildə Heydər Əliyev səni telefonda gözləyir. Mən də başçılıq edirdim də o hadisələrə. Gəldim, elə deyir ki... Təyin eləmişlər, bəlkədir, Müdafiə Nazirliyindən Şimdi danışaq ki, tamaşaçı aydın olsun. Bu hadisələrə başçılıq edirdim, nə demək, anlamadım. Yəni, o əməliyyata zada mən başçılıq edirdim. Yəni, Elçin Əmiraslanova qarşı dövlət təviyyəsində hazırlanan əməliyyatın rəhbəri siz təyin olunmuşdur. Mən. Onlar da, yəni, MVD-nin nümayəndəsi kimi mənimlə idilər. Gəldim, elə Tovuz'dan Heydər Əliyevlə əlaqə saxlayanda deyir ki, təcili şəkildə əməliyyat hazırlar. Dedim ki, mən hələ təzə enmişik. Hələ bəlli deyil, nədir, nə deyil. Dedim, indi araşdıraram, görüm nədir, nə deyil, sonra məruzə edərəm. Getdik Qazağa. Qazağa da getdi icra hakimiyyətinə. Danışdıq, söhbət elədi. O vaxtı da rəhmətli Nəsimi Şahmaliyev idi. Çox mərfətli bir icra başçısıydı. Orada söhbət zad etdik, getdik. Bilməm, Nizami bəy, sən də oradaydın. Elçinin anasıyla, qardaşıyla, bacısıyla görüşdük, başa saldık. Orada hocam mən yox idim. Mən getdim, onlarla görüşdüm. Sonra Akstafada orada ziyalılarla zadla görüşdüm. Hamısını yan için onlar çəkildilər. Elə Rovşan da oradaydı, rəhmətli. Nizami bəy də. Onlar çəkildi, binaları zadı azad etdilər, getdilər Cavanşir restoranına. Bu da hər dəqiqədə bir Heydər Əliyev zəng gelir ki, təcili şəkildə əməliyyata başla. Konkret tapşırıqsa bir dəqiqə. Konkret sizə tapşırıqla verilmişdi. Əvvəl telefonda Bakıda danışanda dedi ki, orada binaları zəbt ediblər. Get orada deyir, araşdır nədir, nədir, qayda qanun yarat. Yəni, navidi porядок. Mənlə Rus dilində danışırdı o vaxt. Dedim ki, narahatçılığa səbəb yoxdur, dedim, orada hamı tanıyır. Mən dedim, geri qaydıram, dedim, bu məsələlər həlini tapacaq. Gəldik, bu da hər dəqiqədə bir deyir, əməliyyata başla. Əməliyyata başla. Deyirəm ki, burada elə bir əməliyyata ehtiyac yoxdur. Elə çalışırdım ki, yəni biraz uzaq olum o telefondan. Nəyə görə? Ona görə ki, hər yarım saatda zəng gelir. Özü də biri var ki, məni tanıyan, mənə tabi olan qüvvələr. Orada mən tanıdığımda necə əmri necə verəcəm, onlar icra edəcək. Biri də var ki, kənardan gələn qüvvələr. Onlara hansı qoyublar, qaki zadaçı. Mənim xəbərim yoxdur. Ona görə də mən çox ehtiyatlanırdım. Özü də o qədər qüvvə və onların müasiri alanda Tovuzdur, Qazaxdır, Akstafadır, kəndlərdir, əhalinin sıx yaşadığı bölgələrdir.
Sonra axşam mənə məlumat çatdı ki, Rövşan getdi. Amma Rövşan bilirdi də, eşidirdi nə, hansı əmrlər, göstərişlər verir. Sözün düzü mən incidim. Amma Nizami bəy aydınlıq gətirdi ki, yəni o göstərişi Zahid müəllim vermişdi ki, yəni Bakıya gedin. Amma mən incidim nəyə görə? Ona görə ki, bilirdim də nələr ola bilər. Allah rəhmət etsin Zahid müəllim. Çox mərifətli adam idi və o hadisələrdə çox insanı şey elədi, kömək edildi ki, azad edək. Belə-belə axırı 15-i gecə idi. 12-dən. Amma kabinetim də Qurban bəy dolu idi. Daha bilmirəm kimlər idi. O Heydərin metodu idi. Aslan Aslanovu da o elə bilin ki, o bölgənin qubernatoru idi. O həmişə elə oradaydı. Orada göndərmişdi. Aslan Aslanov. Şəmkirin icra başçısı. Çox əclafın biri. Oğlu gözləyən. Direndi için yok, daha uzatmaq yox. Mütləq əməliyyata başlamalısan. Əməliyyat da yəni mümkün deyil orada. Kim kimi vuracaq, kim kimi qıracaq. Özü də belə müasiri alanda balaca bir restorandır. Orada da o elə əməliyyat keçirmək mümkün deyil. Əməliyyat nə əməliyyatı İsa bəy? Yəni müasiri alırsan, onları məhv edirsən. Bunu açıq danışmaq lazımdır. Sizə əvvəl dediniz ki, tapşırıq verildi ki, orada müəyyən binalar zəbt olunub, bunları azad etmək lazım. Dediniz, başda gəldiniz. Sonra gəldiniz ki, burada vəziyyət necədir? Dəfələrlə təkrar edirsiniz ki, başda əməliyyata, hansı əməliyyata? Binaları təmizlənmə əməliyyatına, yoxsa kimisə öldürmək, məhv etmək əməliyyatına? Yox, İsa bəyə yardımcı olaraq mən indi bir söz deyim, İsa bəyə indi onu çevirir. Deməli, İsa bəy Ministerstvo Obrony, Müdafiə Nazirliyi ilə məsələ həll edirik də, Heydər Əliyevlə. Biz isə Rövşənlə, Elçinlə bərabər bu olan idarələri, Ağstafanı götürmüşlər də, onlar da polis idarə. Onları biz təmizlədik oradan. Elçinə dedik ki, çıxardın, iş rejiminə qayıtsın. Rabitə də, polis bölməsi, şöbəsi də, prokuratura da, yəni bu haran tutmuşlar, oraları boşaltmışdır. Amma ona baxmayaraq İsa bəyə deyirlər ki, həmin o Cavanşir restoranını müasirə alıb əməliyyata başlayır. Biz yox idi. Biz Bakıdayız. Mən ona məruzə etdim ki, daha ehtiyac yoxdur. Binalar, hər şey boşalıbdır qaydaya və Rövşan mənə də Zahid müəllim dedi ki, onlar dedi, oradan görüşüb Heydər Əliyevlə, orada da əmrlər verirlər. Yəni AMO'nun ləğvi əksinə daha da qızışdırırlar. Dedi onlardan. İndi bunlar da gözləyir ki, yəni o Bakıda Rövşanla Heydər Əliyev bunu həll edəcəklər. Amma Heydər Əliyev arxadan elə dəqiqədə taqidlə ki, müasiri alırsan əməliyyat. Əməliyyat da nədir? Necə müasiri alırsan, deməli onları məhv etmək orada. Mən dedim, burada atışma başlasa, sərhədlər 3-4 kilometrdədir. Orada da hamı, bütün yüksəklər bizdədir. Dedim, ermənilər hək hücuma keçib, yüksəklər ələ keçirilsə, dedim, qərb bölgəsi tamamilə işğal altında olacaq. Bunu deyəndə dedi, sən narahat olma, mən indi Ter-Petrosyanla danışaram. Sözüncü, mən hər şey gözləyərdim, amma yəni Ter-Petrosyan, o Ter-Petrosyan üçün dəfələrlə buna zəng eləyirdi ki, onu dayandırın, çıxardın, elə qış əməliyyatında da mən söyləmişəm belə. Mən inanmadım. Əslən vətənlər, bir də İsa bəy, əslən vətənlər, diqqətlə qulaq asın. İsa Sadıqov canlı şahidi olduğu şey deyir, ay belə eşitdim. Yox. İsa bəyin özünə deyilən sözü deyir. Heydər Əliyev Petrosyanla danışır ki, hücum eləmə, dur, neynə. Hansı xəyanətin içində olduğunuzu dərk edirsiniz, yoxsa yox? Başa düşür nə başa ölkədə? Qurban bəy, bax, indi var da o belə liberal ermənilər o ələqəzat qurmaq olar. Bu yollar Ter-Petrosyandan sorsunlar. Bu ayın 15-i səhər 3-4 bax bu araları gecə olubdur. Mənə dedi ki, sən narahat olma, mən onunla danışdım, sən əməliyyata başla. Bunu eşidəndə indi o uşaqlar idi ki, əksəriyyəti yerli idi və dəfələrlə bizimlə birlikdə əməliyyatlarda iştirak ediblər. Orada deyək ki, vaxtilə onların durumu çox ağır idi. Bizim elə yeməkxanada yeyirdilər, onlara paltarla zaten təmin edirdik. Yəni, qaza uşaqları idi, döyüşürdülər.
Elə. İndi də mən onları belə əmr göstəriş. Bunu eşidəndə mən sakitcə elə şoförü də götürdüm, adjutantımı da getdim şeyə, həmən o Cavanşir restoranı. Gəldim, orada uşaqlarla görüşdüm. İndi dostlar, tanışlar yığılıblar da orada. Dedim ki, Elçin, keçdim kənara, dedim Elçin, bax belə mənə əmr var və o əmri mən dedim daha uzada bilmərəm, mən mütləq keçirməliyəm. Amma dedim, bildiyim kimi keçirəcəm. Əgər siz sona qədər dirənirsiniz, dedim, dirənin, mən dedim burada. İstəyirsiniz girovluğa götürün, istəyirsiniz nə edirsiniz edin, dedim. Mən istəmirəm qan tökülsün burada. Özü də Qazaxda. Dedi, komandir, sən nə danışdın, nə girovluq, nə zət. Get, dedi, əmri yerinə yetir. Dedim, əmri yerinə yetirəcəm, amma dedim, nə müasirə alınacaqsın. Mən dedim də, necə əmr, nə əmrdir? Dedim, arxa boşdur. Yəni, koridordur, gedə bilərsiniz, dedim. Sizə heç kəs güllə atası deyil. Bunu dedim, elə sözün düzü ayrılmaq çox çətin idi. Bilirsən ki, nə deyirsiniz baş verə bilər. Yenə təkrar edin. Biri var mənim qoşunlarım, biri də var kənardan gələn qoşunlardır. Goranboydan gəlmişdilər, Acıkənddən, Gəncədən, yəni texnika, zirehli, artilleriya və s. Və oradan da, elə Cavanşirdən də getdim Qazağa, yığdım hamısını zabitləri, dedim ki, heç bir şey, heç kəsə, heç yara qarışmırsınız, ancaq hamısı postları gücləndirirsiniz, hamınız qalırsınız yerdə. Yəni o müasirə zat qəti şəkildə buna göstəriş vermədim və bunun qarşısını aldım. Geri qayıtdım və öndə bizimkiləri, o Tovuzdan olan batalyonları göndərdim ki, bax belə. Bunlar elə irəli gedəndə, mən də kabinetdə, qərargâhdayım da, orada da deyirəm, Aslan çoxlu adam indi Əliyev göndəribdi, çoxsunu heç tanımırdım. Aslan Aslanov nə idi orada? O gubernator kimi ona dəqiqədə bir məlumat zat verirdi. Oranın gubernatoru. Köhnə metodudur da, özünə sədaqətli adamları, öz şəxsi adamlarını. Çox alçağı Nəcilafın özü də bu Heydər Əliyevin qeyri-nicahdan kənar oğlu kimi özünü təqdim edir. Bu Aslan? Allah'ın da olsun. Gələcək prezident Əliyevin nicahdan kənar oğlu. Gürcülərə zada hamısı belə, mən canlı şahidiyim. Özü deyildi, ki mən bildirəm. Hələ Gürcülər də deyirdi, İsa deyir. Dedəm işi bozi ya. İndi mən tərcümə etmək istəmirəm. Yəni utanmadan bunu dilə gətirirdi. Elə öndə gedənlər üçün məlumat verəndə amon çıxır, gedir. Bu başladı ki, təcili şəkildə toplarla vur. Kim başladı? Bu Aslanov. Özünü Heydər Əliyevin qərb bölgəsində nümayəndə kimi təqdim edirdi hamıya. Amma burada da elə dəqiqədə bir Heydər Əliyevlə arxamda danışırdı. Ondan da məlumat. Heydər Əliyev mənlə danışırdı, amma arxadan bununla da danışırdı. Dedim, get cəhənnəm ol dedim. Get sən öz işi ilə məşğul ol dedim. Toplar dedim, alma deyil toplarla dedim. Nəysə, mən tərk etdim. Elə Qazağa çatana qədər amon çıxmışdı. İtki zad yox idi. Mən də çox narahat idim, Qurban bəy. İndi təsəvvür edin, bu silahlardı, toplardı, tanklardı və s. Qazağa çatanda kəşfiyyat rəisimi qoydum mənim əvəzimə qərargâhda. Elə gəlib Qazağa çatanda kəşfiyyat rəisi gəldi, Çin komandir dedi, sənin evini yıxdı. Zahid müəllim də yanımdadır. Zahid müəllim bir də Dünyamaliyev. Fəthullah müəllim, Allah rəhmət etsin. Qarabağ polkonu, Fəthullah Sönü. Fəthullah müəllim. Allah rəhmət eləsin, gözəl insan. Allah rəhmət etsin. Çox belə, hər ikisi də. Mən onunla Laçında olmuşdum o vaxt. Laçın işə alınmamışdım bir gün qabaq. Dedi, komandir dedi, Aslanov dedi, sən elə çıxan kimi Aslanov zəng etdi Heydər Əliyevə, dedi ki, bir saat o amonla zatla görüşü zada gedəndə bunlar bilmirdi, hara mən birdən-birə itdim. Bir saat bunu axtardıq, nəsə özünü şübhəli aparır, koridor qoyub, amonu buraxıb və s. dedi, bunu bəruzə edibdi. Elə bunu deyibdi, biraz vaxt keçən kimi bir də gördüm, Heydər Əliyev zəng eləyib. Deyir, necədir vəziyyət? Deyirəm, yaxşıdır, hər şey dedim, qaydasındadır, əməliyyat davam edir. Deyir, itkilər var mı? Dedim, yox. Həbs olunanlar var mı? Dedim, yox. Dedi, o nə koridordur sən qoyubsan? Dedim, mən sizə axır koridor məruzə etməmişim. Ya вам не докладывал dedim. Dedim, əməliyyat keçiril. Mən uca bilirdim daha nədir, nə deyil. Dedim, əməliyyat qutarandan sonra mən sizə məruzə edəcəm.
Bunu deyəndə mənə deyir, hər şey bəllidir. Trubkanı vurdu, mən hiss etdim də. Daha mənlə danışmadı ayın 17-sinə qədər. Danışırdı ancaq Zahid müəllimlə. Orada da Qazaxda başladılar həbslər. Siyasiləri məcburan, yəni Musavatdan, cəbhəçilərdən də tutmaq istəyirdilər, həbs etmək. Yəni üçün bunlara siyasi dəstək olubdu. Məqsəd yönüllü şəkildə. Çevriliş ab-havası yaratdı. Mənim kabinetimdə danışanda kimləri həbs etmək zad. Bəli, şişirdik. Yəni həqiqətən çevriliş ab-havası yaratmaq üçün. Orada da bizim dostlar var idi, komandir batalyon var idi, keçmiş cəbhəçi, sonra o uşaqlar. Onları göndərirdim, ona denən tərk etsin. Hələ sağ olsun Zahid müəllim orada qaldı. Fəthullah müəllimi geri çəkdilər, çağırdılar Bakıya. Zahid müəllim qaldı orada. Neçə nəfəri Zahid müəllim mənim xahişimlə azad etdi. Amonçuları, bir neçə amonçunu ölkədən çıxartdıq. Və belə şey elədilər. 17-si axşam zəng etdi Heydər Əliyev. 15-i həmən o əməliyyat gedən vaxtı 2 gün danışmadı. 17-sində deyir, eşitdinmi deyir əməliyyat. Necə biz əməliyyat keçirdik. Dedim, xəbərim var. Dedi, əməliyyatı belə keçirməliyik. Martın 17-sində, yəni Amonçuları öldürəndən sonra sənə zəng edir ki, əməliyyat ediyorlar, elə mi? Dedim, dedi, əməliyyatı belə apararlar. Dedim, mən bacardığım qədər apardım. 2 gün keçmədi, Qurban bəy, böyük qruplar gəldi. Qruplar gəldi, onların sırasında bir nəfər idi. Qərb bölgəsindən idi, podpolkovnik idi. Bu elə yaxınlaşıb, komandir danışmaq lazımdır. Gördü ki, belə nəsə soyuq yanaşıram. Özü də part-apart sağa sola həbslər gedir. Heç amona aidiyyəti olmayan polislərdən, zatdan, mülki şəxslərdən, qohumlar zat, 700-də yaxın. 17-sindən sonra. Qərb bölgəsində part-apart həbslər gedir. Yəni, ab-hava yaratmaq üçün doğrudan da çevriliş olub orada. Görüntü yaradırdılar. Görüntü. Bu da yaxınlaşdı, deyir, komandir deyir. Mənim dayalarım sizdə deyir, xidmət edib. Onlar da komandirlər idi. Mən deyir, sizə hörmətim var deyir. Amma deyir, danışma, tədili şəkildə söhbət etmək lazımdır. İsaxan da deyir, bizim kirəmizdir. Allah rəhmət etsin, İsaxan Aşura. Dedim, sonra bu gördü ki, elə nəsə belə orada burada dedi ki, bizi göndəriblər sizi həbs etməyə, sizə 57 ya 58 maddə ilə vətən xaini şey qaldırıblar. 57-ci maddə vətən xaini. 57. Yəni Amonla 51-dir, yəni Sadiyyə istəyir. Mən dedim, həbs edin də, niyə həbs etmirsiniz? Deyir, yox. Burada deyir, alınmır deyir. Onda da axıran zat, ara qarışıb, yollar, zatlar bağlı. Mən İsaxanı çağırdım. Onda İsaxan rəhmətli Tovuzda yaşayırdı. Dedim, İsaxan, bir get araşdır. Bu nədir dedim, nə həbsdir, nə zatdır. Məni də məcbur edirlər ki, ora gələn prokuraturadan, təhlükəsizlik naziri ilə, daxili İşlər naziri ilə ki, burada deyir, Türk diplomatları olubdur. Dedim, mümkün deyil. Burada hamını tanıyıram. Türk diplomatlarından söhbət gedə bilməz. Tansu Çiller deyir, 5 milyon dolar veribdi bu çevrilişə. Dedim, axır burada çevriliş zadı olmayıbdı dedim. O versə o 5 milyon, Allah rəhmət etsin. Sana şöyle güzel insan idi. Çok iyi. Çok tez getdi. Allah rəhmət etsin. Sabırlı olun. Gəldi, İsaxan gəldi ki, İsa, təcili deyir, çıx. Sən deyir, şeydir. Yəni, onların istəyi alınmırdı da. İndi mən əməliyyata başçılıq etmişəm. İnkar edirəm ki, yəni, şəkili götürün. Rejissordan xahişim ki, şəkli götürsün. Buyurun, davam edeyim. Yəni, mən o diplomatların inkar edirəm, Tansu Çilləri inkar edirəm. İndi mən daha mən ya həbs olunmalıyam ki, istədiklərini bunlar təqdim etsin. İsaxan nəsə belə təqid etdi ki, yox deyir, sən mütləq çıxmalısan. Dedim, İsaxan, mən heç ara çıxası deyirəm, prosta ailəmdən, uşaqlardan, anam, atam da oradaydılar Qazaxda. Onlardan narahatam.
Gedək onda dedim Gürcüstana, mən Avtoyo Selyan ilə, onda İqor Gergadze Təhlükəsizlik Naziri ilə zaten yaxın dostluq münasibətlərimiz var idi. Gedək onlarla danışım, bir şey olsa məndən, onları sada çıxartsınlar ölkədən. Gecə gəldi, Təhlükəsizlik Naziri ilə bir də Avtoyo Selyan ilə görüşdük, birinci mavinlə. Onlar da söz verdi, şimdi sən nə vətən xaini, nə zat. Biz qayıtdıq geri. Qayıtdıq geri, sonra gördüm ki, daha belə bilirsiniz, açıq şəkildə təyinatlar məndən kənar, müdaxilələr, Aslan Aslanova, Əbiyevə zəng eləyirəm, Əbiyevlə də bu kirvə idi. Yəni, o alver deyirsiniz də, strateji, o benzinin zadın. Kim kirvə idi? Ən aktiv şəkildə Əbiyevdə Aslanovla yardım adı altında Gürcüstana həmən o şeylərlə məşğul idilər. Yəni, biləsiniz, Qurban bəy. Gördüm də, zəng eləyirəm Əbiyevə ki, sən dedim, bu kirvəni dedim, ayağına bağla dedim. Ubiriyevo dedim, şey eləyir. Deyir, İsa sən onunla dil tap. Yəni, mən də belə baxırdım, görürdüm ki, daha mümkün və mən istifa ərizəsi yazdım. O Aslan indi hardadır İsa bəy? Bunun biri sağdır, ölübdür bu. Yox, cəhənnəmdədir. Bu bilirsiniz nə qədər insanın həyatını o Lamiya deyirdilər. Bəli, oğul da bir qızı zorlamışdı. Ay sağ ol. Özü də eyni Cavanoğlu ömürlük həbs elətdirdi. Özü də eyni şəkildə edirdi, biləsiniz. Orada çox xanımlara da alçağın biri idi. Qərb bölgəsində hamı bunu tanıyır. Və beləliklə də mən istifa verdim. İstifanı qəbul etmədi. Və ikinci dəfədə yazanda mənə zəng etdi. Dedi ki, otur yerində. Dedim, mən Azərbaycana oturmağa gəlməmişdim. Mən gəldim, dedim, müharibə idi 92-də. İndi müharibə bitib, mən dedim, vətənimə qayıtmaq istəyirəm. Gözlədim 3 ay. Gürcüstanda da seçkilər idi və Gürcüstanda hələm 94-cü ildə əgər maraqlı olsa, Qurban bəy, mən sonra deyərəm, dəvət edirlər dəfələrlə Gürcüstana. İndi müharibə idi, zad idi deyə hələ tələsmirdim. Amma 95-ci ildə artıq o hadisələrdən sonra qərar qəbul etmişdim ki, mən mütləq Azərbaycanı tərk edib qayıdıram Gürcüstana. Getdim, seçkilərdə Marnaolidən iştirak etdim. Seçkilərdə Şvarnadzenin partiyasından. Orada da seçildim, məni oradan oğurladılar, gətirdilər. Elan etdilər vətən xaini, televizor zat oradan oğurlayıb gətirəndə. Anam da özünə qaynar suyu töküb ki, mənim oğlum vətən xaini olmaz, özünü yandırmışdı. Bütün bədənini, ayaqlarını. Bunlar da biləndə ki, anam özünü yandırıbdı, belədir. Polis belə mühasirəyə alıbdı. 3 gün ərzində atamı, anamı Azərbaycandan Qurban bəy sürgün ediblər. Polis belə mühasirəyə alıb, köhnə bir finsk evdə yaşayırdı. Mühasirəyə alıb, bütün şeyləri zadı belə doldurub, Azərbaycandan sürgün etmişlər. Mən 2 il yarım həbsdə qaldım, mənim xəbərim yox idi. İsaxan göstəriş vermişdi ki, mənə deməsinlər. Yəni, mən də biraz anamdan narahat idim. Mən çıxandan sonra bildim ki, anam özünü yandırıbdı. Və onları Azərbaycandan sürgün ediblər. Bu qədər. Baxımlar baş vermişdi.